Xanımlar və cənablar, əziz MMA həvəskarları, UFC Assault Fighting Championship'in keçirdiyi 20 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr gününə əsr olunmuş Assault 42 Qəbələ peşəkar turnirində hər birinizi salamlayıram. Xanımlar və cənablar, əziz qonaqlar, turnirimizə başlamamazdan əvvəl müqəddəs borcları, vətən torpağının hər bir qarşı üçün qəhrəmancasına canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Xanımlar və cənablar, əziz qonaqlar, açılış üçün dəvət olunurlar. UFC prezidentləri Turan Qulamzadə, Təbriz Bəşirov, Azərbaycan MMA və Grappling Federasiyası prezidenti Azad Əskərov, Qəbələ təmsilçimiz Fuad Musayev, matchmakerimiz Nurlan Abdullayev. Hər birinizi salamlayıram, xoş gördük və bugün ən yaxşı günlərdən biridir ki, idmançıları illərlə məşq eləyir və bugünkü gündə nəticə üçün oktogona çıxır və deyək, özünü yoxlamaq imtahan. Onun üçün də hamımızı təbrik edirəm və qoy güclü qalib gəlsin. Turan müəllim, mən sizin təşkilatı, sizə təşəkkürümü bildirirəm ki, siz belə bir yarışlar, sənin ətrafında müəllimlər, hər birinizi çox sağ olun deyirəm. Təşəkkür bildirirəm ki, siz Azərbaycanda idmanı genişləndirən bir insanlarsınız və sizin ətrafınızda çoxlu nəticə verənlər var. Dünya aralarına çıxırlar, biz şahidik. Mən məcburam deyəm ki, insanlar da bilsin ki, böyük əməyiniz var. Və böyük əmək göstərirsiniz, insanları yetişdirirsiniz, yarışlara aparırsınız və bizim bu cür yarış təşkil edirsiniz və
təcrübəli hakimlər gətirirsiniz. Azərbaycandan qıraqda da adam gətirmişsiniz ki, burada yarışınız düzgün və gözəl və adlı sanlı və həmin idmançılar onu hiss eləsin ki, böyük arenada həqiqəti bilsinlər. Bu böyük işlər görürsünüz. Mən sizin haqqınızda desəm də daha çox vaxt gedəcək. Onun üçün də mən sizə sağ ol deyirəm və bu işlərin də arxasında sizin kimi işlər gördükcə və bu hamısı biz dövlətimizi qoruyuruq, dövlətimiz üçün eləyirik, dövlətimizin sağlam və güclü qüvvəsini göstəririk və güc qüvvə yetişdirirsiniz. Hər bir burada adamlar və məşqçilər varsa, onlara da mən təşəkkür edirəm ki, siz idmançılar yetişdirirsiniz, güc qüvvət yetişdirirsiniz, xalqımızı gücləyirsiniz və gücünü danmaq olmaz. Hamımıza məlumdur ki, Azərbaycanda UFC olacaq, 27-si, ikinci turdur, keçir Azərbaycanda, ikinci dəfə. Və o da hamısı idmançılarımız var ki və dövlətimiz var, dövlət başçımız var ki, bunu yəni idmana həvəsi var, qayğısı var ki, bu bundan yaranır və onun əsasında da aşağı səviyyədə də idmançılar qalxır, həmin arenaya çatır. Bu hamısı sizin kimi adamlar, məşqçilərdən gəlir və böyük arenada siz də onları göstərirsiniz, sizin tələbələr, idmançılar, təşkilatçılar. Mən sizə təşəkkür bildirəm, dövlətimizə sağ olsun təşəkkür bildirəm, İdman Nazirinə təşəkkür bildirəm ki, belə bir şəraitlər yaradırlar, idmançılar da həvəsə düşür, doğrudan da inam yaranır ki, Azərbaycanda idmana dayaq var, idman var və idmançılar da həvəslə də məşq edir, qabaqda bilirlər ki, gələcəyini həqiqətən də nəticə verəndə də onlar özlərini hiss edirlər. Onun üçün də bu bugünkü yarışda da kim udacaq, bu hamısı addım buradandır, hamısına güc qüvvət arzulayıram, uduzmaq o da ölçü zəifləməkdir. Əsas məsələ arenada iştirak eləməkdir. Hər birinizə çox sağ ol deyirəm və güclü qalib gəlsin. Sizə də təşəkkür və Qəbələdə olan bir adlı çəkməsin müəllimlər. Mən gəlmişəm burada da bu hamısına təşəkkürümü bildirim. Bu arenanın rəhbəri var, buranın şəhərin rəhbəri var, sizin üçün təşkilat yaradıb, idman idarəsi var. Hər bir adamı burada mən bilirəm dəstəyi olub və kömək olub. Hər birinə də mən təşəkkür edirəm, çox sağ ol deyirəm. Çox sağ olun. Hamınızı salamlayıram, bütün gələn qonaqlar, idmançılar, məşqçilər, xoş gördük. Nəhayət ki, uzun müddətdən sonra planladığımız Qəbələ turniri baş tutur və inşallah ki, yaxşı nəticələrlə keçirəcəyik. Düşünürəm ki, bu bizim ilk gəlişimiz deyil, ikinci gəlişimizdir, bəli, ikinci gəlişimizdir, amma biz bunu daha da təkrarlayacağıq və qısa zamanda yenə də Qəbələyə gələcəyik. Bu turnirin baş tutmasında Azərbaycan MMA və Grappling Federasiyasının rəhbərliyini Azad müəllim başlamalı bütün rəhbərliyə təşəkkürlərimi bildirirəm. Gənclər İdman Naziri Şəki Zaqatala regionalına təşəkkürlərimi bildirirəm. Qəbələ şəhər icra hakimiyyətinə təşəkkürlərimi bildirirəm ki, bizdən dəstəyini əskik eləmədi. Fuad müəllim, Qəbələ nümayəndəmiz təşəkkür edirəm. Turnirin başlamağında böyük əziyyəti oldu və bu kompleksin rəhbərlik heyətinə də təşəkkür edirik. Bizə böyük bir şərait yaratdı ki, biz burada bu turniri baş tutsun. Hamıya uğurlar, düşünürəm ki, güclü qalib gələr və sizin xoşunuza gələn turnir baş tutar. Bir də hamıya sağ olun. Əvvəla hər kəs salamlayıram, xoş gəlmişsiniz. İnşallah bütün döyüşçülərə uğurlar arzulayıram. İstəyirəm ki, bütün döyüşçülər gözəl və maraqlı döyüş göstərsinlər, disiplinli və maraqlı, gözəl döyüşlər. Hər birinizə uğurlar arzulayıram. Qəbəlilər nətərsiniz, necəsiniz? Bir əl çalın görək. Bütün Qəbələ cəmaatını salamlayıram. Bizə bu yarışı keçirmədə dəstək olan hər kəsə, burada Cavid müəllimdir, Cəsarət müəllimdir, sizə dərin təşəkkürümü bildirirəm. Soyuqbulaq Cavid müəllimdir, dərin təşəkkürümü bildirirəm. İcra hakimidir, kompleksin rəhbəri Şah İsmail müəllimdir. Bizə dəstək olan, maddi, mənəvi, yanımızda olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Mən sevinirəm ki, bu ilki Qəbələdə biz elədik, inşallah davamlı eləyəcəyik. Xanımlar və cənablar, əziz qonaqlar, bir daha Qəbələ rayon icra hakimi, hörmətli Səbuhə Abdullayeva, Qəbələ Olimpiya İdman Kompleksi rəhbəri Şah İsmail Bayramova, Şəki Zaqatala İdman İdarəsi rəis müavini Fəxri Sultanova dərin təşəkkürümüzü bildirir. Alqışlar.
əlavə etmək istəyərdim ki, Soyuq Bulaq İstirahət Mərkəzi rəhbərliyinə, Şirin Şərifova, Stage Masterə dərin təşəkkürümüzü bildiririk. Xanımlar və cənablar, alqışlar!